Eyni zamanda Səudi Ərəbistanı 93% dindardır. Yəni Məkkə, Mədinə Səudi Ərəbistanda yerləşir. Amma Səudi Ərəbistan da elmdən geri qalmır. Kral Fəth adına Neft və Mineral Universiteti artıq dünyanın ən güclü universitetlər sırasında ilk 100-lüyə daxil olmaq üzrədir. Yəni son reytinq açıqlamalarına görə Kral Fəth Universiteti reytinqlərdə dünyanın ən güclü universitetlər arasında 101-ci yeri tutub. Bu arada mənim yadıma bir aralar ANS-də Akşin Yenisey adlı özünü intellektual adlandıran bir şəxs var idi, yadınızdadır. O yadıma düşdü. Bəs efirlərin birinə çıxıb demişdi ki, xəbəriniz var ki, Səudi Ərəbistanda universitet yoxdur. Siz nə danışırsınız? Universitet yoxdur Səudi Universitetin Ərəbistanda. məzunları burada var. Biz İndi həmən o məsələ mənim yadıma düşdü. Bu mövzuyla bağlı danışarkən elə Akşin Yeniseyə də səslənmək istəyirəm. Gözün aydın. Kral Fəth Universiteti artıq 101-ci yerdədir dünya universitetlər sırasında. O sənin o güldüyün, Səudi Ərəbistan Universitet demədiyin, həmən o Səudi Ərəbistan Universiteti bu dəqiqə ilk artıq 100-lüyə daxil olmaq üzrədir. Amma bizim Azərbaycanımızda hələ də biz millilikdə qalma uğrunda mübarizə aparırıq. Yəni bizdəki təhsil, oradakı təhsildir. Bizdə elmə verilən dəyər, orada elmə verilən dəyər. Onların göstəriciləri bizim göstəricimiz. Yəni baxın, məsələ budur. Yəni biz məsələləri düzgün diaqnoz qoymasaq, problemi başqa şeylərdə axtarsaq, heç vaxt biz elmdə də, təhsildə də, inkişafda da qabağa gedə bilmərik. Biz xəstəyə düzgün diaqnozu qoymalıyıq ki, xəstəni müalicə eləyə bilək. Eyni zamanda yenə də İranın Tehran Universiteti dünyanın ən güclü universitetlər sırasında 368-ci yerdə qərarlaşır. Və yəni bütün bunları mən nəyə görə deyirəm? Yəni biz öz günümüzə baxmalıyıq. Yəni Azərbaycanın universiteti, Bakı Dövlət Universiteti neçənci yerdədir? Azərbaycanın ən güclü hesab olunan Bakı Dövlət Universiteti sıralamada 950 min arasında qərarlaşıb. Yəni təsəvvür eləyin, Azərbaycanda 34% insan dindardır, 66% insan dindar deyil. Amma nə təhsilimiz var, nə elmimiz var, nə səhiyyəmiz var, nə texnologiyamız var, nə ürətimimiz var. Əgər dindarlıqla və yaxud da ki, dinsizliklə ölçülsəydi, bu dəqiqə Azərbaycan elmdə də, təhsildə də, texnologiyada da, inkişafda da ən yüksəklərdə olardı. İrandan da qabaqda olardı, Səudi Ərəbistandan da qabaqda olardı, Türkiyədən də qabaqda olardı. Türkiyədə dindarlıq səviyyəsi 50%-in üzərindədir və digər ölkələrdən də qabaqda olardı. Əgər dindarlıqla elm və təhsil ölçülsəydi, Şimali Koreya bu dəqiqə elmdə birinci yerdə olardı.